Elə kiraya qaldığı evdə dünyaya gətirib, orada qaldığı müddətdə dünyaya gətirib. Doğum haqqında şəhadətnamədə də Hacıyev Mehman Məhəmmədoğlu yazılıb və Hacıyeva Aliyə Cəlal qızı yazılıb. Dönəmlərdə 20-30 arası yaşı olubdur. Yəni 20-30'lar arasında, 25-30 arası olub yaşı. Əlinin indi 22 yaşı var. Şəxsiyyət vəsiqəsi yoxdur. Heç yerdə işə düzələ bilmir. Söhbət təkcə şəxsiyyət vəsiqəsindən getmir. Həm də eyni zamanda bir görmək istəyir bu qadını ki, görüm kimdir bu qadın, haradadır bu qadın, niyə məni atmısan? Bəs ata haradadır? Ata ümumiyyətlə olmuyor. Ata ümumiyyətlə bilinmir. Belə çıxır ki, Aliyə xanım zamanında balasına doğum haqqında şəhadətnamə və 50 min doğum haqqında şəhadətnaməsi var. 50 min doğum haqqında şəhadətnaməsi var. Dediniz doğum haqqında şəhadətnamə. Əli varmı doğum haqqında şəhadətnamə? Vardı. Doğum haqqında şəhadətnamədə ana ata qrafasında eyni soyadı yazılıb. Mən dediklərim yazılıb. Az öncə dediklərim yazılıb. Onda burada iki nüans var. Ya Aliyənin o Mehmanla nigahı olub, ya Mehman sənə soyadı verib, ya da familiyaları, ya soyadları eynidir. Hər şey ola bilər. Bəli. 3-5 variant var. Çox variantlar bəlkə də ola bilər. Araşdırsaq çox variantlar ola bilər, amma mənə maraqlıdır. Mən belə başa düşürəm ki, bu qadın bəlkə də indi bizim ehtimallarımız başlayacaq qalxmağa. Mən elə gəlir ki, mən belə ehtimal edirəm ki, heç onun o ad nisbidir, şərtidir, kişi adı Mehman. Yox, doğum haqqında şəhadətnamədə Mehman varsa... Nə olsun? Yox. Bəlkə atasının adı da Aliyə. Yox. Nəyə görə deyirəm? Mənə elə gəlir ki, ilkin siz deyəndə ağlıma gəldi. Bu qadının öz ailəsi, bu qadının hamilə olduğundan bir xəbər olub. O gəlib kənarda uşağı dünyaya gətirib. Daha sonra qayıdıb özləyir. Ona görə də əgər oradan gəlirsə... Mən ona görə deyirəm ki, orada bir kişi faktoru, mən bu tərəfini götürdüm ki, bəlkə də heç o bəlli deyil, o adam kimdir. Və yaxud da ki, bəllidir, sadəcə olaraq ayrılıblar, yollarını ayırıblar. Amma niyə Aliyə xanım özü də deyib ki, atası Mehmandır? Alov, mən belə başa düşdüm ki, onun qardaşıdır. Alov, Aliyənin qardaşıdır. Və həmin dönəmdə özünün dediyinə görə həbsdə olub. Kirayədə olan ailə harada yaşayırdı? Bakı şəhərində ya Qəbələdə? Əli, siz kirayədə, sizi böyüdən insanlar harada yaşayırlar? Bakı şəhərində. Bəli. Öz övladları var mı evdə? Dəyanət adlı övladları var. Yeganə övladdır. Bəli. Yeganə övladdır. Yox, iki övladları var. Sizə nə vaxt deyildi ki, siz bu ailənin övladı deyilsiniz? Mən hardasa bir 14-15 yaşımda bilirdim. Prosta yəni özüm açıq, aşkar demirdim də evdəkilərə. Qoyub bilməsinlər. Əli, sən hardan bildin ki, sən o evdə ögeysən, doğma deyilsən? Və nə vaxt? Əskərlikdən gələndə qardaşlarımla açdılar, danışdılar söhbəti, yəni hələ bildim. Səni bu saat ən çox istədiyin nədir? Yəni həm istəyirəm sənədim üzərində bir işə daxil olmağa görə, həm də ki istəyirəm görüm yəni nə səbəbə də, yəni niyə çıxıb gedib. Bilmək istəyərdim. Sənədim də düzəlmir yəni heç sürət. Bəs əskərliyə necə getmişsiniz? Doğum haqqında şəhadətnamə varsa, sizdə qeydiyyat problemidir, sizdə vəsiqə problemi deyil axı. Siz əskərliyə hərbi xidmətdə olmuşsunuzsa, şəxsiyyət vəsiqəmiz olmalıdır. Ala bilmirəm. Siz hərbi məntəqədə qeydiyyatda olmuşsunuz. Necə əskərliyə aparılmışsınız? Polis bölməsinə qeydiyyata salıblar məni, özləri salıblar. İndi polis bölmələrində olan vətəndaşları çıxarırlar. Və deyirlər ki, özünüzü təmin eləyin. Yəni, sıxıntı budurmu? Vəsiqəviz olub hərbiyə gedəndə? Xeyr. Vəsiqəviz olmuyor. Necə hərbi xidmətə götürüblər? Nəylə getmişsiniz? Aparıblar. Yox, necə götürüblər də? Yəni bir şəxsiyyət biletin hissədə yazılıb ki, şəxsiyyət vəsiqəsi təhvil edilməyib. Gəlin bu saat məsələn... Hərbi bilet var da yəni? Bəli. O düzələ bilən problemdir. Düşünürəm ki, mən xahiş eləyəcəm, ondan məşğul olun, zəhmət olmasa Gülnar xanım. Amma mən bu qadını tanıyanlardan istəyirəm ki, mənə bir zəng eləsinlər. Bu şəkil sizdə hardandır? Bu şəkil sizdə hardandır?
Bu yəni evdən tapmışam mən yəni. Yəni Siz bunu veriblər ki, bu sizin Bəli, ananızdır bəli, da. bəli. Zahir bəy, bir neçə Mən məqamlar evdəkilər var, onlara toxunmaq istəyirəm icazənizlə. Bax, Əli Gözəl buyurur ki, qadın. Əli, sizi o Doktor evdə gəldi. kirayədə olan ana və ata saxladı, düzdür? Bəli, Bəs hansı məqsədlə saxlayıblar? Bəlkə ola bilər, uşağı satıblar ailəyə. Orasını daha çox bilmirəm mən. Yəni Vaxtda məlumatım dediklərinə yoxdur. görə Ya bu ailə sənə necə baxıb? çox yaxşı baxıb, yəni çox gözəl baxıb. O uşaqlar səndən Öz böyükdülər. evlatları kimi baxırlar. Onlar Bəli, səndən bəli. böyükdülər. Bəli, bəli. Onlar böyükdülərsə onlar niyə uşaq alsınlar ki? Mikrofon var. Yox, bir şey Niyə var görə da. qeydiyyata Bizim yaşadığımız yerdə necə deyim, orada kupçalı zat belə olmur da qeydiyyat. Harda Öz başına yaşayırsan? tikilidir. Heç bəlkə Bəs adamların özü də orada qeydiyyatda yoxdur. Yəni ki, çıxarışı yoxdur da o evlərində, bəli. elə başa düşdüm hə. Çıxarışı Çıxarışı olmayanda necə qeydiyyat? Ümumiyyətlə sən bax ananı görmədən qınıyırsan bu adamı ki, səni niyə atıb deyə. Yoxsa hələ düşünürsən ki, bəlkə Bəlkə səbəbi olub. Qına o tərzdən qınayıram ki, yəni ən azından atıbsa, ha vaxtsız gəlib yəni deyə bilər deyə. Ay yaşa, hə. Yox, bəlkə bioloji valideynlərin bəs ananı qınayır sənin. Yəni səni saxlayan Bəli, ana bəli. qınayır ananı Bəli. ki, səni atıblar. onlar yoxlar, onlar rəhmətə gediblər. Onlar da Yox, onlar rəhmətə gedib. Yəni Onlar Rəhmətə rəhmətə gediblər. sağlığında qınayırdılar ananı. sağlığımda yəni onlar mənə açıb danışmamışdı heç nə. Bəs indiki Hə, həmin onlar rəhmətə gedəndən sonra sən. Bəli, Bəs bəli, bəli. bu qardaşların böyükdülər də, sən Necə onlar talihdir? qınayırlar. Bəli, Sən bəli. necə talihdir? Nə qəribə insanların talihdir. böyüklüyünə bax. Doğrudan dəhşətli bir Necə talihdir. insanların böyüklüyünə bax, öz balası Ürəyə kimi, bax. öz balası kimi İnsanlığa böyüdəsən, bax. hərbiyə yola salasan, bəlli Həqiqətən etməyəsən. əhsən, həqiqətən də. Əhsən. Gör, insanda nə qədər böyük ürək olar ki, onu öz balası balası kimi kimi evində böyütsün. saxlasın, böyütsün və ona dəstək olsun, arxa dayağı olsun, kömək olsun. Axı onların əlində doğulub bu uşaq. Bu gəlin onlara gələndə bətnində körpə ilə gəlib. Dünyaya gətirib uşağı, dünyaya uşağı gətirdikdən sonra hansısa bir bəhanə ilə uzaqlaşıb, axı o körpə o insanların gözü önündə doğulub. Ata-anan, yəni səni böyüdənlər mən ata-ana deyirəm, incimə. Səni dünyaya gətirənlərə Niyə deyə incimi? bilmirəm. Ana ata, o, elə Onlar onlar da bu məktubun təxminən kimə yazıldığını Heç bilmirəm yəni, heç. sən bu şəkili nə zaman tapdın? Şəkili harasa 1-2 il falan olar. Ona qədər görməmişdin bu şəkili. Xeyr. kim deyir ki, bu sizin ananızdır? Bəs kim dedi ki bu Amma sənin? oxşarlığı da var da, şəkilə Qardaşlar. baxırsan oxşayır da. O Bəlkə da də var. bu qohumudur. Amma gözü qaşı eynən sənsən. Mən ona görə deyirəm. Bəlkə bibisidir, bəlkə xalasıdır. Yəni hardan bilirsən ki, bu Hamilə gəlib də ora. bu qadından söhbət gedir. Bu Gör, şəkildəki ailədə- siz qadından fikir söhbət verin. gedir. Qardaşları ondan Bu böyükdür uşaq də, hardan yağı bilir? Ora bu onlar şəkil harda deyirlər. çəkilibdi? Bəli, Bu şəkil harda çəkilib? bizim evdə. İndi Əvvəlki qaldığınız ev. Bəli. Hədəvə salamdır. Bu Bu şəkil bunların hardan qaldığı ev. bunu deyim bizə bilək. Bu şəkil deməli bunların qaldıqları ev. Hə, qaldığı Sual evin verdiniz. qabağında Siz çəkilib. sual verdiniz ona. Dediniz ki, bu şəkil sənə hardan düşübdü? O dedi ki, mən onu qardaşlarım verib. Gör evdə bu insanlar necə böyüdülüb ki, günü bugün ona dili çönmür başqa adı ilə desin. Deyir qardaşım verib. Həm də o şəkili o vaxta qədər çıxartmamaqları, onu Bəli, təqdim bəli. eləməməkləri. Sadəcə olaraq indi fikirləşiblər ki, əgər o insanlar əlini böyüdən ana ata dünyasını dəyişibsə, əlinin də haqqıdır bilsin ki, əslində onu dünyaya gətirən qadın sağ ola bilər. Əli, Əlinin haqqıdır sən bunu buradan bilmək. səslənmək istəyirsənmi? Nə oldu? Nə oldu bu qadının adı? Aliyə. Aliyə xanıma Bəli. səslənmək istəyirsənmi? Bəli, bəli. Səslən o zaman. Yəni hardasa imkan varsa, yəni gəlsin bir dənə görsün də məni. Görmək istəyirəm ki, desin ki, bəs nə səbəbə, yəni sənə yəni Yox, elə demə. yəni, Elə demə. necə- Bu çağırış deyil. Bax bu kamera səni çəkir. Sanki sənə baxırmış kimi buradan müraciət elə ona və səslən. Yəni ona ürəyim gəlmir deməyə nə səbəbə. Yox, ürəyin gəlsə də Düz gəlməsə də. deyir, axı o anasız böyüməyib Zaur bəy. O anasız böyüməyib. Mən demirəm desin ki, ana gəl. Yəni mənim onu axtarmaqda səbəbim, yəni necə Səbəbin deyim, yəni axtarıb bu bu vaxta adam. kimi ən azından lap atmısan, tutaq ki, imkansızlıqdan ola bilər və yaxud nədənsə də başqa. Gəlib ən azından yanıma dəyə bilərdin, yəni. Ünvan da dəyişdiriblər də həmin yerdə. Yəni həmin ünvan da dəyişməyib. Gəl yanıma dəyməyib. Bəs qardaşların nə deyir? O 2 ildən sonra gələndə Bəli. nəyi bəhanə gətirib? Niyə bu 2 il ərzində gəlmədiyini, nə ilə bəraət qazandırıb ki, mən bu 2 ildə hardayam ki, gəlib 2 aylıq körpəmi qoyub çıxıb getmişdim. Nə deyib onda? Orasını bilmirəm Zahir müəllim. Heç nə demir. Bilmirəm vallahi. Zahir bəy, doğrudan çox dəhşətli həyat hekayəsidir. Və bir şey nəzərə alaq, Əlinin yaşı çox pis vaxtlara gəlib düşüb. Yəni kasıbçılıq, əziyyət vaxtında Bəyanət, gördülər Əlini. eşidirsən məni? Bəyanət. Bəyanətə mikrofon vermisiniz?
Hə, qardaş. Dənət, niyə gəlmirsən studiyaya? Gəlsin, alqışa layiqli insanlar qarşısında bunlar. Gəlsinlər, onları bizdə. Hə, Dənət. Zahir bəy, o insanlar Heç gəlsin, kim pis hərəkət etməyiblər, əksinə. Əlbəttə ki, Daha onları bir da alqışlayalım biz tamam. burada. Əliyə qardaş Niyə ki? olublar. Qardaş, narahat olmaya gəl. var, əlinin 22 yaşı var, 16 yaş. Ay sağ ol. Sən demək olar ki, təxminən onun anasından 1-2 yaş balacasan da, belə deyək də. Yox, hardasa bir 5 yaş, 6 yaş, bəlkə 5-6 yaşda, yəni çox bu- olardı. Hə. Ən azı sən dərk eləyirdin də o qadın gələndə. Hər gedəndə. bir şey, bütün. Nə deyirdi o, nə danışırdı? Birinci dəfə gələndə hava soyuq idi, belə soyuq hava idi. Bizdə bir otaq var idi, atdelini kvadrant qalmağa. Dedi, boşdur, gəl qal, dedi. 2 canlı idi, üzr istəyirəm. Hamilə onda. idi onda. Bəli. Gəldi, dedi ki, bəs yoldaşınız adın, dedi, yox, yoldaşım yoxdur, ayrılmışam. Mehmanatdır, oğlandır, Şamaxıdandır. Mehman Şamaxıdan olub. Bəli, Özü də Qəbələdən olduğunu deyir. bəli, bəli, bəli. Qəbələnin harasından olduğunu deyir. Vallahi bilməm, yalan deyirəm. Aha, Elə oldu ki, vaxt vədə çatdı ki, Banisəyə Doğdu, dünyaya getməyə. gətirdi, Biz aha. apardıq. aha. Nə lazımdı elədik də orada. Aha. Dedi, Xərclərini də imkansız. siz çəkdiniz. Hamısını biz Aha. çəkmişik. Sonra dedi ki, qardaşım türmədədir, Alovdadır. Adı Alovdu, qardaş türmədəymiş. Hoşum 300 dollar lazım idi ki, onun elə bir sudla çıxmasına bayrada. Hə, nəysə. Biz də yenə də kömək elədik ona, Aha. verdi. Buna qədər elədiniz hamısını? Hamısını eləmişik. Hə, niyə eləyirdiniz ki bu qadına bunu? Yazığımız gəldi də, deyir təkdir. Aydındır. Hə. Sonra qoyub gedəndə necə oldu qoydu getdi? Hardasa, yox, birinci gətirmədi evə, Banisada qaldı. Aha, Banisada qaldı, hardasa bəlkə də bir həftə, bəlkə də 10 gün. aha. Sonra dedik ki, yəni qoyma da, imtina eləmə uşaqdan, biz baxarıq. Nə lazımdır eləyərik. Siz də indi işləyirsiniz, özünüz bilərsiniz də. Ha, o imtina eləmək istəyirdi. Hə. Hə, siz dediniz makinan, gətir biz baxaq, Baxaq gedişdə da- gələrsən də. Yox, heç dedi Hə. elə qal bizdə, bizi ilə qalır, donsuz Hə, da. biz ilə qalır. Siz Uşaq dünyaya gəlməmişdən də qabaq, Aha. arıca bir 15-20 gün Aha. əvvəl bizi ilə bir evdə yatırdı. Qoymadınız açsın uşağı. Yox, Uşaq yox. evinə vermək istəyirdi. Bilmirəm, bəlkə də Atacıydı. mənim 100%. xəbərimiz Aha. yox. Dedik ki, gətir, biz baxarıq. Soruşmadınız ki, məsələn, niyə doğmusan, niyə atırsan ki? Dedik ona, dedi ki, şeydir, nə bilim, belə qəribə suallar, cavablar verdi. Bacarmıram, nədir, əziyyətdir. Hə. Sonra elə oldu ki, dedik, gətir, biz baxacağıq. Gətirdi, hardasa bir həftə 10 gündən sonra. Elə o vaxtdan sonra da qaldı bizi ilə. Ondan sonra yoxa çıxdı. Hə, dedi, çörəksək nə düzəlmişəm. Bu şəklin dalını niyə yazmışdı o? Kimə yazmışdı? Vallahi o şəkil bizdə çoxdan idi. Heç, Onun dalını niyə yazmışdı onlar heç hamısı? onlara inansız mən təzəlikcə fikir vermişəm. Yəni baxmışam bunlara. Aydındır. Doktorum, xoş gəldiniz siz də. Yəni, üzr istəyirəm, doktorum biraz, yəqin ki, əməliyyatlardan çıxmışsınız, yəqin ki, ağır əməliyyatlarıdır. Bizim Nabatımız var. Nabatımızı dəvət eləyək bura. Xoş gəldiniz. Bəli. Nabat anamız şəhid anasıdır. Allah qəni-qəni rəhmət eləsin cəmi şəhidlərimizə, Elvinimizə, Elvin Qurbanovuz. 44 günlük vətən müharibəsində şəhid oldu. Yüksək bir zirvəyə, bir mərtəbəyə qalxdı. Allah rəhmət eləsin cəmi şəhidlərimizə və bir problemi var idi. Məhz qadın problemləri var idi. Doktorum, Hər kəs salamlayıram. Axşamınız xeyir çox olsun. yorğun görsənir səni. Çox ağır Əməliyyatdan çıxmısan. Bəli, çox ağır əməliyyatımız vardı bugün. Allah köməyin olsun. Frozen pelvik deyilən bir diaqnoz var. Biz orada histerektomi elədik. Çox Allah ağır köməyin olsun. xəstəydik. Allah zehin Şükür. açıqlığı versin Amin. sənə. Allah köməyin olsun. Nabat anamızı aldıq, müayinələr etdik ilk. Sonra əməliyyat elədik. Yəqin ki, bizdən razı qalıb. Bəli, bəli. Çox sağ Canım olun. anam. Əməliyyat çox uğurlu keçdi. Həqiqətən özü də probleminin nə dərəcədə böyük olduğunu özü bilirdi.
İndi yaxşısınız mı? Bəli, yaxşı. Çok şükürler Allah olsun. köməyiniz olsun. Siz sağ olun. Allah köməyiniz olsun. Buyurun hanım. Zaur, qoy mən Nabat xanım buradayken qoy deyim. Nabat xanım utanır hər dəfə. Nabat xanımın anası sənə böyük salamlarımı dedi mənim yetir. Öpürəm əllərindən. Çünki neçə dəfə deməmişim, qoy dedim Nabat gələndə mən deyərəm. Əllərindən öpürəm. Yəni həqiqətən dedim, o qədər çox istəyirəm Zaurum. Əllərindən Mənim böyük salamlarımı yetir. Ona görə Nabat mənimlə danışdı. Dedim, mən utanıram dedim, sən utansın da mən müddət Əllərindən deyəcəm. öpürəm. Öpürük ana Təşəkkür sənin əllərindən. Çox sağ olun. Var ol. Hatta Ramazan ayında oruç tutmuşdu bir ay anam. Mən həmişə deyirdim ki, zəng eləyib, yəni oruc vaxtıdır. İftarı aç, deyir, zaur açanda deyir, açacağım deyir. Həmişə Canım. səninlə bir yerdə açırdı. Burada bir dəqiqə söhbəti var axı da. Yəni biraz orada vaxt tamam olanda bir dəqiqə sonra biz də o insanları... Yəni siz də sağ olun Zaur müəllim, Siz sağ olun. doktorumuz da sağ olun. Siz sağ olun anam. Nə qədər xidmətinizə dayana bildiksə, Çox borcunuzdan sağ olun, çıxa Allah bilmərik. Bir ana kimi siz bu vətənə bir oğul vermisiniz. Sağ olun. Mən təşəkkür edirəm sizə. Var olasınız. Hər zamanda bax o şəhid anaları, qazi ailələri hamısına böyük sayğınla, böyük sevginlə, hörmətinlə yanaşmısan. Mən bunu müharibə dönəmində onların sənə olan diqqətinin və qayğısının bariz nümunəsi olaraq görmüşəm. Mən sənə təşəkkür edirəm hər şeyə görə. Çalışdığın klinikaya və Natiq həkim sənə təşəkkür edir Hüseyin Gil. Çünki bütün hər şeylə təmin eləmisiniz onları. Nazik doktor, teşekkür ederim her şey için. Size başta Zaur benim. Size Allah size can sağlığı versin ki bizi güzel ekspertlerle, hekimlerle, vekillerle tanış eləmisiniz. Allah size can sağlığı versin Zaur benim. Nazik doktor çok sağ olun. Sizin ananızın elinden öpürəm. Allah can sağlığı versin. Bugün de getdik dermanlarımızı götürdü. Allah can Allah sağlığı razı versin. olsun. Çok sağ olsun. Allah razı olsun. Allah Mikrofonu razı olsun, ötürək çox zəhmət sağ olun. olmasa. Və Əli, Bəli. deməli bu qadının adı oldu Aliyə. Aliyə. Aliyə, bəlkə bizi görürsən, eşidirsən. Aha, indi mənə deyirlər ki, şəklini efirdə göstərdiyiniz qadının adını düz deyin. Sən demə adı Aliyə yox, Alimədir. Alimə. Üç bacı bir qardaş olublar. Qəbələnin bir kəndindəndirlər. Tapılı bacamat. El çalaq da, el çalaq. Demək, Aliməgil üç uşaq olublar. Üç bacı bir qardaş, 4 uşaq. Onlar körpə olanda Aliməgilin valideynləri dünyasını dəyişib. Yəni xəstəlikdən arda-arda bir il keçmədən bir müddət, qısa bir aradan sonra dünyalarını dəyişiblər. Daha sonra ailə başsız qalıbdı. Bəli. Bir ehtimal var ki, onlar uşaq evinə veriliblər o vaxt. Körpə olublar, az yaşlı olublar. Bir ehtimal var ki, onlar dağılıblar, ümumiyyətlə pərəm-pərəm düşüblər. Amma artıq adının tam dəqiq biz öyrənə bildik ki, onun adı Alimədir. Mən bəraət qazandırmıram, amma baxın, Bəs özü uşaq evində ehtimal varsa böyüyən bir... atasız böyüyən, anasız böyüyən bir Necə insan. qıya bilər öz evladına? Bax, Onların mən də arasında qınamıram, beləsi var ki, qıymayanı da var, qıyanı da var. Öz yaşadığını balasına yaşatmaq istəməyənləri də var. Mən nə yaşamışamsa, qoy o da onu yaşasın deyib bir veclik eləyənləri də var. Çünki burada xislətlər, düşüncələr tamam fərqlidir. Mən demirəm, qınayaq, qınamayaq, mən bilmirəm. Mən istənilən vəziyyətdə, baxın, yadımıza salaq bizim faciələrimizi, elə ən böyük faciələrimizdən biri olan Xocalımızı. O Xocalı faciəsində bizim analarımız ayaq yalın, başı açıq, balalarını sinələrinə sıxıb soyuqda donmasın deyə əynindəkiləri də soyundurub onlara geyindirən analarımız. Mənə görə övladını atan qadının heç bir bəraəti yoxdur. Atmamalıdır.
çarə tapa bilər, sığınacaq tapa bilər, bir künc bucaq tapa bilər. Nə anayı, elə atanın da. Fərqi yoxdur, ana ata, valideynin. İndi məlumat gəlir ki, 5 uşaq olublar. Bir məlumat gəldi ki, sənin bir dayın 1992-ci ildə şəhid olub. Bəli, ondan xəbərim var. Xəbərin var idi mi? Bəli, bəli. Kim demişdi sənə bunu? Qardaşlarım demişdi. Qardaşlarına Bəli. demişdi. Yəqin Aliyə deyib o vaxt. Bəli. Alimə yəqin deyib o vaxt. Yəqin ki, onun Yəqin ki, olmasını anan. bilmirəm, ola bilər. Sonra Təranə? Aha. Hı-hı. O evdə doğmuş. Bu qardaşlarım o evi sahib. Aydındır. Bu məsələ araşdırılır. Yəqin ki, sabah daha ətraflı məlumatlarımız olacaq bizdə. Və mən Nahid bəylə Seymuru sabah da burada görmək istəyirəm. Pərvanə də burada olacaq. Bizim müzakirələrimiz hələ davam eləyir. Nə tərsiz? Darıxmamısınız bizdən ötürü? Sənvər xanım. Bəli, işdir. Nətər oldu? Bağışladın, qəbul elədin. Necə oldu? Demirəm, niyə bağışlamısan? Yox, bilmirəm niyə Necə oldu? yox. Düzdür, 29-u çox əsəbləşmişdim. Çox əsəbləşmişdim. Mən çünki dedim ona ki, gəl gedək. Lapsımda Lombardda 5 var idi. O yoluna Əkbər tanıyır. Qardaş da şey eləmişdilər. Onda əsəbləşdim ki, avalam, çəkilir. Gedək bir dənə onu da göstərək. Sən demirsən, neyimsən, verim sənə. Ona görə çox əsəbləşmişdim ona. Bir süjetimiz 30'u da, var. 30'u da. De bu 30 olandı da, hə? Bu Zeynep? yox, bu 29'u. Bu 29'udur. Oradan bir səsli verək onu, səsli verək. Neyse ışığı yüzü var idisə, o da qarandı. Qapıldı. Şu, mənə lazım deyir o. Özünü qəti qoymaram. Qəti ya, qəti. Necə anasını qoymurdum Pərvinin, İlahəni qoymurdum. Pərvini qoymurdum evə. İndi o da mənim üçün, o da girə bilməz bu evə. Bu evdə ancaq böyük oğlum, bir də mən. Hamısını yığmışam, şeyləmişəm, qoymuşam. Qoy getsin. Qoy getsin. Əgər xoşbaxt olacaqsa, mənə minnə ələt. Qoy getsin. O bir ildən sonra, 6 aydan sonra hacansa qalacaq küçələrdə. Onun heç nəyə qalmayıb burada. Yəni öz papaltarımdır, özümkidir. Yəni nəyi var, hamısını yığdım. Qoy ara üzülüşsün mənlə. Əskərli şəkillərim, kitabları, milli kitabları, tarix kitabları. Heç bulanmasın. Ürəyin bulanmasın səni. Girmə, evə girmə, sənlik də öyrək. Neyimiz var, verdin, süs. Da bu küçəni tanımayın. Nə gəlmə, nə çəkiliş eləmə, nə heç nə eləmə. Götür beşvi, xoş getdim. Beyli kostyumu gəlmişdi, xonça üstündə. Nə biləm, pişiklər zad yatıb. Aparsın, orada giyinər. Hə, bir dənə çaşkası qalmışdı. O da ki, yaxşıdır, yadıma düşdü. Bax, budur çaşkası. Şu, ona aid heç nə də qalmadı. Bu da çəkilişlə qoyuram çaşkasını. İnsanım da, adamı yadından çıxır. Gəlin. O da kulokunundur, bu da onundur, bu da onundur. Hamısını da verdim, şu. Çıx, get. Və gəldi ayın 30'u. 30'u mən zəng elədi. Dedim, amma istəyirəm bayramı gəlib təbrik eləyim. Yəni bu söhbət oldu. 30 gün oruç tutmuşdum. Deyir ki, o oruç elə bir şeydir ki, deyir, qanı yuyur bayram günü. Bir-biri ilə baş kəsərlər, nə kəsərlərsə, o günü bayramlaşmağa kesir. İstəmədim oruçluğum
batil olsun. Yox, niyə özü və bəraət qazandıra anasan? Dünən istənmişdin, bugün ürəyin yumşalıbdı. O nə Yəni demək? ki, o şeyləri Yox, yaxşı eləmişsən. Dünən əsəbi idin, oğlundur da. Bugün də bağışlamısan. Sənə bunu kim irad tuta bilər ki, niyə belə eləmişsən? Zahir bəy, Məsələn, mən üzr tutmuram istəyirəm. şəxsən. Bax, Ana ürəyidir. Mən də Sənubər çox xanımı... Ona heç kim hökm eləyə bilməz. Bəs bu həngamə niyə lazım idi onda? Söhbət həngamədən getmir. Ana Həkaməni ürəyidir. Sənubər xanım etmədi axı. Sənubər xanımın xətrin bu verilişə baxan izləyicilər, siz hamınız bilirsiniz, mən dünyalar qədər çox istəyirəm. Başlayan ilk günündən də həmişə o xanımın tərəfindən çıxış eləmişəm. Bəs bu barışıq olacaqdısa, oyun deyirsiniz, həngamə deyirsiniz, dava, qırğın, deyinti, belə gəldi, filan kəs belə getdi, mən səni sildim, filan. Bunlar niyə lazım idi? Niyə? Niyə lazım idi bunlar? Madam ki, gəlib sonunda Sənubər xanım oğlunu bağışlayacaq idisə, qız, nə bilim, gəlinini bağışlayacaq idisə, Sabah. bir onun böyük oğlu yazığın ürəyə partlayırdı, mənə zəng vurmuşdu. Məhəmməddir də, Məhəmməd mən uşağın ürəyə partlayırdı, mən onu sakitləşmişdim, sakitləş, ürəyə partlayırdı. Bütün bu problemlər nəyə lazım? Mən sənə bir şey deyim. Ona Sən görə də, üzr istəyirəm. Bilirsən Ona görə- məsələn, yox, mən bir şey deyim sənə. Bax bu fikir, yox, fikri dedin, əzim. Bitirməmişəm. Baxın, ona görə bizim bir ev misalımız... Mən bir şey deyim sizə. Siz hər gün əsəbi olursunuz. Siz hər gün əsəbi və gərgin olursunuz. Bir gün istənirsən, bir gün ürəyin yumşalır, bir gün gərgin olursan, bir gün narahat olursan. Mən də qəbul eləmirəm bu havanı. Mən özüm də əvvəlindən demişəm ki, mən bu barışığı da hiss eləmirəm, səmimi. Gəlmir. Gəlmir. Niyə gəlmir? Çünki Əkbərin dedikləri ilə elədiklərin arasında çox böyük bir uçurum var. Onda belə çıxır ki, bunların yenidən hansısa bir maddi marağı var. Yox, onu da... Başqa maraq nədir ki? Mən heç bir Başqa səmiyyət maraq görmürəm. nədir? Başqa maraq nədir? Bir dəfə gəldilər, aldılar, Yox, mən elə gəl ki, məsələn, Nə? Sənubər yoruldu bu söhbətlərdən, artıq hadisələrin başını Valla bıraxır. bezdi. Quran haqqı bezdi. Zahir icazə verdə mən də deyim. Bilirsən, bax, bu verilişdən gedən kimi Sağ ol. nə qədər adamlar mənə zəng edir. Yəni belə tapırlar da, oradan Bax sən o gün Sənubər xanım, bax Öz bunu, miskilər bir də dənə deyil. bunu deyəcəm. Məsələn, sən o gün dedin ki, məsələn, bütün nəsil kök məndən imtina elədi sənə görə. Bəli, valla, heç kim zəng eləmir mənə. İndi artıq eləmirlər. Heç kim də eləmir. Və sən də Heç belə kimdən başa mən düşdün zəng ki, eləyə bilmirəm. O üz yoxdur kim məndə gəlsə, zəng kim getsə də öz balalarımda atmayım deyə. Bəli. Bəs tutu nə oyunu idi? Hə? Sual Tutardı verirəm. da. Hə? Tutuk sardı. Yox, var idi axı. Tutulu müzakirələr Mən var tutuya, idi. yox, mən bir böyük kimi Siz ona tutuya müzakirə söz edin. deyəndə Tam yerində mənim heç verilmiş yadımdan sual. çıxmır. Tam yerində Tutu verilmiş niyə- sual. Mənim dünənlər vermişdim, tam yerində verilmiş sual. Tutun, O qızlar inanırsınız- niyə çıxardırdılar ki? Yadınızdan çıxıb tutu mənə necə bozardı. Məndən gör neçə yaş balaca idi. Sonra nə dedi? Mən özüm bilərəm. Orada şeydə də demişdi. Müsahibələrində də demişdi. İndi mən tutu özümü tuturam kimi. Tutu görürsənmi? Böyücə qulaq asmaq lazımdır. Sən mənim düşmənim deyildin. Sən hamımızın bir balasısan, bir qızısan. Amma gördün səni necə qoydu, səhərəcən sən idin oyla danışan. Sənin yanında onlar idi, indi bugün hardadılar, bax. Bir, bax, aç gözü, yaxşı bax. Amma bugünkü gündə Sənubər xanımın heç bir günahı yoxdur ki, Əkbər Təcrübədir. Deyir ki, yolu kimdən öyrəndin getməyə? Deyir ki, yolçudan. Bu proqram bir təcrübədir ki, heç kəsə uymaq olmaz. Heç kəsin şirin dilinə uymayın. Qədrinizi bilin. Sabah. Qoruyun. Əlinizdə nə varsa yaxşı onu qoruyun. Qorumaq lazımdır. Bax, bu bir təcrübə idi. 2 ay qabaq deyilən söz 1 il qabaq deyilən. Əziz Mehriban xanım. Gülnar xanım da yox idi, Sona xanım da yox idi. Burada Kübra xanım əyləşmişdi. Bilmirəm, dəqiq indi bir-iki dənə ekspert. bir şey izləyirik də, yəni o gün olmaz. Bura çıxanda, bu söhbət olanda siz buradaydınız. Bəs mən çıxış yolu axtaranda, bəs onda niyə məsləhət vermirdiniz ki, ay Əkbər, bəlkə də belə eləyənsən, bəlkə də bir bəs müraciət elədim dəfələrlə. Bax, mən qalmışam yol Çıxış yolu. Sən yol demişdin ortasında ki, qaldım. ümumiyyəti Mehriban xanım, məndə yol ortasında nöqtə. Yox. Səndən eşitmişəm də mən burada. Nöqtədən qabaq, mən burada çıxış yolu axtaranda siz Mehriban xanım baltalayırdınız ancaq. Hansı çıxış yolundan danışılır Zahir müəllim? Mən
Mən üzr istəyirəm. Əli, anan sağdır. Sağlığını en azı ki bizim yakasından yapışıp soruşacağımız bir adam var. Rahime Ateş fizyoterapi